mən sizə açığın deyim ki, dünyada olan viruslar, bu vaxta qədər bir neçə virus haqqında məlumat verilib, başa düşdünüzmü? Belə müxtəlif adlarla. Hamısı da lokal şəkildə bağlayıb sıralayıb. Bu lokal deyəndə bütün şəhəri bağlamırlar. Sadəcə hansı zonada, hansı territoriyada var, görsən o territoriyadan ciddi şəkildə işləyirlər, görsən onu aradan qaldırır. Çünki hal-hazırda ümumi qapanmanı tələb edə biləcək bir ağır viruslar hələ ki rast gəlməyib. Sadəcə bu koronanın hansısa bir neçə mutasiyaları var, görsən ara sıra o rast gəlir. Heç onlar da elə bir ağırlıq yaratır. Amma ümumiyyətlə ağırlıq mənası biz o mənada deyirik ki, yəni xəstə müalicə alırsa keçir də, müalicə almayanda istənilən xəstəlik ağır keçir. Yəni ki, orada çətinliklər olur. Amma həmən virusun qapanma yarada biləcək qədər hər hansı bir vəziyyət yaratması çox belə uyğun gəlmir. Yəni mümkün deyil. Virus haqqında məlumatı çox vaxt nəyə görə verirlər? Virus, təzə virus olanda, yəni ki, bu vaxta qədər olmayan virus olanda yeni bir virus kimi məlumat verirlər. Həm də ki, biraz yeni virus kimi məlumat verəndə onlar tez oranı qaplayırlar ki, ola bilər ki, yayılması güclü olsun və yaxud da ki, problem yaratsın. Amma hələ ki, bu vaxta qədər deyilənlərdə elə bir ciddi bir proses olmayıb. Yəqin ki, bunda da elə bir ciddi proses olmayacaq, Allah qoysun.